Salam dostlar, Havada qalan söhbətlər layihəsində bu dəfəki qonağımız Talih Yüzbəyovdur. Qeyd edək ki, verilişimiz Avidesk Travel şirkətinin sponsorluğu ilə yayımlanır. Xoş gəlmisiniz. Xoş gördük, xeyirli olsun layihəniz. Axır ki, əslində biz çoxdan sizi görmək istirdik, amma biz müəyyən bir vaxt eləyə bilmirdik. Axır ki, görüşə bildik. Doğru, biz nə vaxtdan danışırıq? Biz sizlə artıq bir aydan çoxdur kəsini danışırıq, amma Sizə heç cür tutmaq olmur. qismət bugün oldu əslində. Biz bugün səyahətdən danışacağıq, eyni zamanda yaradıcılığa toxunacağıq. Amma ənənəvi bir sualımız var ki, biz hər qonağımıza bunu veririk. Talih Yüzbəyovun pasportunun möhürləndiyi ilk ölkə hansı olub və hansı səyahət xatirəsi var bundan bağlı? Və təbii ki, neçə yaşında? İlk dəfə əslində uşaq vaxtı getmişik Türkiyəyə, bir 96-cı ildə. Amma onda mənim pasportum Yox, olmuyor. İlk səyahət ora olub, Türkiyəyə olubdu. Amma belə uzun müddət sonra getmədim. İlk ondan sonra səyahət yenə Türkiyəyə balayına olmuşdu. Bodrum, İstanbul gəzmişdik. Mən ümumiyyətlə kimsə zorla dartıb aparmasa, özüm belə bir adətim yoxdur, gedeyim onu tutayım. Gəzim elə. Mən ancaq deyinə, əsəb verə, əsəbləşə. Amma gedib orada xoşbəxt oluram sonda. Ora gedənə qədər olur əsas. Yəni təyyarəyə minənə qədərdir. Ona kimi fikirləşsən ki, get, vizanı al, vaxt təyin elə, işlərin yerini dəyiş. Belə ərincəlik eləyirəm, amma səyahətdə də ən lazımlı adam oluram kompaniyada gedəndə. Doğru da. Yəni bütün yaxında olan restoranlar, TripAdvisor-a girirəm, oradan Google Siz onda həm orada Waze rolunu oynayırsınız da. Bütün naviqasiya söhbətləri, hara gedək, hansı muzey, harda nə açıqdır, filan şeylə. Onların hamısını bir növ mən eləyirəm səyahətdə. Amma ora gedənə kimi hamının baş beyninə aparırım. Maraqlıdır. İndi siz həm iş çərçivəsində, həm istirahət üçün də bir çox ölkələrdə olmusunuz. Bəs özünüz belə gedəndə, ümumiyyətlə səyahətdə ilk olaraq siz nəyə fikir verirsiniz? Yəni nəyə diqqət edirsiniz? Maraqlıdır. Yəni ümumiyyətlə sizin səyahət anlayışınız necədir? Məsələn, passivdir, aktivdir, gəzmək yoxsa Sadəcə dincəlmək? Şeydə altı qara pişikdə dedim, onu başlığa çıxartdım. Narahat olmuyorsunuz öyle şeydir. Aktiv səyahətə daha çox xoş. Daha çox, bəli. Passiv səyahət bir növ 3 gündür mənim üçün. 3 gündən sonra darıxıram. Uzandın, yedin, içdin, uzandın, yedin, içdin, uzandın. Bir müddət sonra belə bir lupa düşürəm belə. Ona görə şəhərə çıxmaq daha meyilli olur. Mənim üçün əsas belə qəribə bir şey, şəhərin ruhu olmalıdır. Getdiyim yerin bir tarixi, o çox mənə vacib. Məsəl üçün mən Dubayda da, Abu Dhabidə də olmuşam, yeni şəhərlər deyək belə. Düzdür, qəşəngdir, lüksu qəşəngdir. Oturursan 5 ulduzlu otel, belə özünü belə xanlar kimi hiss edirsən, amma şəhərin bir ruhu yoxdur mənim üçün. Gəzirsən hər şey təzə. Yəni ancaq göydələnlər. Orada mən belə sıxılıram bir müddət. Yəni bir gün, 2 gün sonra sıxılıram. Çünki okey də gördük, mall hər yerdə malldur. Nə bilim, McDonald's hər yerdə McDonald'sdır məsəl üçün. Eynən də. Mənə daha çox tarixi olan, necəsə belə bir əhvalatı olan şəhərlər xoş gəlir. Məsəl üçün mən birinci dəfə Parisə gedəndə Parisi heç bəyənməmişdim. Doğru da. Belə biz gedən vaxtlar özdə biraz pandemiyadan əvvəlki vaxt idi. Əli avtomatlı polislər, belə ümumiyyətlə çirk, pisçovlar, oranın gettosundan və yaxud da arxa məhəllələrindən gələn həmin o narkotik alverçiləri və s. Şəhər məni sıxmışdı bir növ belə çirkli və s. Amma qayıdandan sonra mən baxdım ki, getdiyim şəhərlər arasında ən çox Paris üçün darıxıram. Maraqlıdır. Mən başa düşmürdüm ki, yəni Eyfeldən başqa məni şoka salan, Eyfeli ilk dəfə göründüm, eləmişdik belə, ayda, axır ki gördük, bu da beləymiş. Özdə belə qara, bizim təsəvvürümüzdə, filmlərdə də qara adam əslində qızılı rəngdir. Doğru da. O da adam belə, bu qızılı deyil də. Tam fərqli bir şey mən qarşılaşdım, rəng olaraq deyirsiniz. Belə, amma sonra ikinci dəfə Parisdə olanda mən Parisi sevdim. Başa düşün. İndi daha belə sakit dövrüdür. Artıq kriminalla mübarizə aparılıb, bir növ belə sakitləşdirilib, şəhər avtomatlı polis və s. görmürsən. İndi Parisi daha çox sevdim. Sakitçiliyi, o arxitekturası, romantikası, bəli, muzeyləri çox qəşəngdir. Və həmin o kruasan, mən xoşlayıram xəmir yeməklərini, o kruasan, baget və s. Kifayət qədər. Mən bir də yeməklərə fikir verirəm. Elə onu vurğulayasaydım əslində. Maraqlıdır. Çətinlik çəkirsinizmi xaricə səfərlərində yeməklərlə bağlı? Məsələn, fərqli dadları yoxlamaq. Çində əziyyət çəkdim mən açığı. Yəni
Bizim o belə stereotiplər var, Çinlilər böcək və s. yeyir. Yəni ola bilər harasındasa yeyir. Yox, əsas böcək deyil. Əsas sadəcə onların yeməyə yanaşma tərzidir. Çörək mən ümumiyyətlə hər şey çörəklə, xəncəli də çörəklə yeyən adamam. Burada bir dənə Milçək bizə imkan vermir. Bir udara. Bir udara. milçək öldürən. Hə. Çində məsəl üçün yanaşma fərqlidir. Birincisi çörək yoxdur. Ha deyirəm bread, qardaşlar. Çörəksiz də adam doymur. Götürür belə bir şey, baxıram şirindir. Özdə dil bariyeri kifayət qədər böyükdür. Yəni işarələr belə fərqlidir deyə. Məsəl üçün deyirsən ki, bu neçəyədir belə eləyir. Deyirsən bu nədir? Bu hansı rəqəmdir? Sən demə bu onlarda 7-dir məsələn. Bu belə bir şeydir. Bu hər şeyi başqa cür göstərir. Yəni bir yoxdur da, bir anlaşmaq üçün bir elə bir ki, iki dənə tam ayrı dünyadır. Birincisi mən ora gedəndə saqqalım bundan da çox idi. Birinci hamı mənə belə. Biz olduğumuz şəhərdə də mən başqa qeyri-Çinli görmədim. Aha, maraqlı. Ancaq mən də belə saqqallı, bir dənə Seyfullah var, avtobloger, o qara, Nicat var, Çanqanın işçisi. Üçümüz düşmüşük oranın əcəmisinə getdik çıxıb. Çox qəribə bir yer idi. Bizə baxırlar, gülürlər, gəl belə üzümə baxır, gülür, gedir, nəsə danışırlar. Bunlar hardan gəlir? Özümüzü belə və işte də başa salamırsan, deyəmirsən, qardaş çörək ver, ancaq belə. Bir şey ki, bir dəfə dedim ki, spoon, yəni nə ola bilər də bu, yəni qabdır, getdi Pepsi gətirdi. Siz əvvəli əziyyət çəkmisiniz. Yox, Çində həm də bir müddət sonra, artıq bir gün, 2 gündən sonra o acı yeməkləri qəbul eləyənmirsən. Təbii ki. Öz istədiyin yeməkdən tapanmırsan. Ən bahalı restoranlarına apardı. Yenə də biz öyrəşmişik də yağlı belə çörək batırdın, yedin, doydun. Bunlar az hər şeydən yeyirlər. Maksimum nadal yeyirsiniz. Ən xoşuma gələn orada bir küçədə bir motosiklet arxasında belə öz restoranını açmış dayı var idi. Küçə street food var idi. Onu oturdu. O mənim həyatımda yediyim ən dadlı noodle idi. O qədər dadlı idi. Özdə belə demişdim ki, acı var ha bunu. Bunu az elə, az. Onu da az elədi, yenə də acı idi. İşarət dilini öyrənirsən. Mən olsa pantomim aktyoru olmuşam, əziyyət çəkmirdim. Oradan bir gələn bir. Deyirəm bu var. Çox rahatdır da. Bu nə deməkdir? Çox ola bilməz. Amma yaxşı olub ki, orada bir keçmiş illəri xatırlamısınız da. Bir məşq eləmisiniz ən azından. Bir dəfə qarnımızın, gödənimizin dərdinə düşdük ki, gedək filan restoran var o noodle yeməyə. O noodle'dan tapanma, motosikletdən indi getdi arası, tapanmır. Bir də yağışa düşdük. Özü də heç kəs deyil ola. Bu belə elsən ki, bu haradır? Bu belə göstərir. Gedirsən, deyirsən bu haradır? Tərsinə göstərir. Gəlirsən bu axır bir dənə biraz ingilis dilini bilən və Çində gördüyüm ən qəşəng qız, çox qəribə idi. Tamam başqa faktora idi. Burnu zadı başqa cür idi. O bir dənə axır getdi, ona yaxın bir yer. Getdik o həmin o suyun içində belə. Özü hər şeyə bir şey vururlar nəsə. Tofudur, nədir bilmirəm. Üzr istəyirəm, bağırsaq iyisi gəlir. Elə belə keçirsən yanından ki, bura kimsə kak eləyib, sən demək yeməkdir. Yeməkdir, çox iyrənc formadır. Bütün iştah da ölür. Neçə gün qaldınız orada Çində? Bir həftə. Bir həftə qaldınız. Bir həftə siz, məncə orada... Qarın yataları tutmuşdum az qaldı. Çəki də atmış olasınız məncə orada siz. Ola bilər, vallahi. Yəni, acı yemək, nə qədər çörəyin tapılmamağı, çox bir dənə amma belə xalq olaraq və s. çox belə qonaqpərvər. Hətta biz yadıma gəlir tədbir bitdi. Biz ora tədbirə getmişdik. MDB ölkələri idi. Yəni keçmiş Sovet ölkələri, Qazaxıstan var idi, Özbəkistan var idi, Rusiya var və s. Yəni tədbir bitib. Biz özümüz indi kampaniya ilə gedib hardasa oturub yemək yemək istəyirik. Yəni bizi aparan şirkətin işçiləri belə bizi onda da tək buraxmırdılar. Axıra qədər dururlar, hesabı verirdilər. Və bir restorana getdik, bildi qonağı hesabı almadı bizdən. Belə biz elə bir Çinlilər heç nə başa düşmür. Çox qəşəng qonaqpərvərdirlər yəni. Bu çox maraqlıdır. Əslində Asiya ölkələrində bəzən Yaponlarda da məsələn o xüsusiyyət olur. Onlar tam insani bir yanaşmaları olur onlar. Fərid, siz əslində dediyim kimi də bir çox ölkələrdə olmusunuz. Maraqlıdır. Film çəkmək istədiyiniz bir ölkə varmı? Olubmu məsələn bir küçə ola bilər, bir şəhər ola bilər ki, deyəmisiniz ki, mən burada bir kino çəkərəm ki, gəl görəsən. Vallahi yəni Bakının arxitekturası çox bərbaddır deyə. Yəni Azərbaycandan çıxarmaq istənilən ölkədə yaxşı kino çəkmək olar. Yəni bizdə bir dənə sadəcə olaraq
bir içəri şəhərdir, yəni Yəni. sizə filmə yaraya biləcək. O da kifayət qədər çoxlu kondisioner var. Eynən. Hava limanı da, içəri şəhər qoruğu da, yəni məncə dövlət onlara kifayət qədər çox rüsum tətbiq edib. Azərbaycanda o qədər çox kino çəkilmir, o qədər böyük bir büdcələr yoxdur ki, o rüsuma film çəkmək olsun. Yaradıcılığa bir növ məhdudiyyət də gəlir ardası. Yaradıcılığı bir növ vecləməməkdir. Eynən, hə doğrudan elədir. Məhdudiyyətdən çox yəni çəkin, cəhənnəmə çəkin. Çəkmir bu. Hə, çəkmir şeydir. Amma İtaliyada çəkmə. Məsəl üçün İtaliyada mən çəkmək istəyərəm. Ya amma ona da çox böyük büdcə yəqin ki lazımdır. O heç də o bir arzu kimi deyirəm onsuz da elə bir. İndi deyirik ki, reallaşar təbii. Təbii bizim deməli bir ənlər rubrikamız var. Biz istəyərdik keçsək yavaş-yavaş ənlər rubrikasına. Belədir ki, mən sizə məsələn ən yaxşı yemək deyəndə yadınıza düşən ölkənin olduğunuz yerin adını çəkməlisiniz. Hazırsınızsa, mən sürətli formada deyəcəm, sizə sürətli formada. Mən o qədər çox ölkə olmam, 4-5 ölkə. Yox, fərqi nədir? Əslində bir ölkəni 2-3 dəfə də deyə bilərsiniz. Bu heç bir arada şəhəri deyə bilərsiniz. Ondan çox olmuş. Səyahət deyə bilərsiniz. Başlayaq mı dostlar? Əziz dostlar, Taleh Yüzbəyovla Ənlər rubrikası. Taleh, ən gözəl gün batımı müşahidə etdiyiniz ölkə. Bodrum, Türkiyədə Bodrumda həyat və çox bir elədiyim bir gün batımı idi. Biz çıxdıq hündür bir yerə və ilk dəfə idi mən gördüm ki, dənizin içindən dağlar çıxır. Həmin o Homerin Odisseyindəki kimi, oradakı təsvirlərdəki kimi dənizdir, dağlardır və gün batır. O mənə Çox gözəl bir mənzərə olub. Çox möhtəşəm mənzərə. Ən yaxşı yemək. Florensiyada Zaz adlı bir restoran var. Yəni heç bir əməkdaşlığım yoxdur. Sadəcə olaraq Florensiyaya getsəz, həmin o restorana mütləq formada gedin. O ümumiyyətlə TripAdvisor-da və sairə tapmaq olmur. Özlərinin getdiyi yerdə bizə gid məsləhət gördü. Mən lazanya yedim orada. Lazanya, ət və müəyyən desert yedik. Hamısı çox dadlı idi. Amma lazanya mən yeyəndə Ratatouille cizgi filmindəki kimi o belə bir götürür, belə uşaqlığına qayıdıra. Eynisini yaşadım. Yəni mən bilməzdim ki, yəni lazanya əslində ətlə xəmirdir. Sadəcə onu mən ağzıma aparanda burnuma gedən uşaq vaxtı anamın paxlava bişirəndə gələn idi. O necə bir belə şirniyyat və bildiyiniz kövrəldim mən, yeyirəm. Deyirəm, lazanya belə olurmuş sən demə. Və sonra orada trüfelli belə ət var idi. Onu yedim. Deyirəm, ətdir. Və orada menyuda bir desert var ki, yazmışlar dünyanın ən yaxşı falan deserti. Desertin adı yadıma çıxmır. Pendir və karamel idi. Belə bir əridilmiş, nəsə belə bir şey idi. Biraz ofisant bir agresiv idi belə. Belə gəlib düşüblər bura hardansa. Niyə gəliblər? Hə, bunlar bura niyə gəliblər? Aclıq siz danışdınız, biz aclıq. Və onun dadına baxdım. Dedim, karamella pendir niyə bu qədər dadlı olsun? Əslində tam əks bir-birinə. Hə, amma çox yəni fikirləşmədən cavab verdim, gördünüz. Görün mən necə təsir edir. Sizin bu danışığınızla biz Zazanı sponsor götürə bilərik. O qədər yəni möhtəşəm. Vallahi, tapa bilsəz götürün. Talib bəy, ən maraqlı ola bilər muzey, ola bilər arxitekturası gözəl şəhər sizə görə. Vallahi arxitekturası yenə deyirəm, bir çox Praqa belə gözəldir o baxımdan, nə bilim. Amma mən Fransada, Parisdə olmuşam, İspaniyada olmamışam, Britaniya. Məncə yenə də İtaliya, Florensiya qalib gələcək. Florensiya arxitekturasına daha çox, Roma daha yaxşıdır məncə. Paris də yaxşıdır. Florensiya qədimliyi ilə məni götürmüşdü. Çünki hər küçəsində bir tarix var. Burada Dante Beatrice'i görüb aşiq olub, burada Michelangelo-na kəllə atıb, burada Da Vinci çıxıb, nə bilim, qışqırıb. Hər tarixi o belə bir qədim arxitekturadır və belə bir xüsusi obraz şəhərlərə nisbətən belə seçilmir. Ya Paris, ya Roma deyərdim, amma indi. Seçək hansını? Roma seçək. Roma seçək, çünki orada hər şey var. Ən bahalı səyahətiniz? Miqdar yox, amma ola bilər cibinizi yandıran ki, burada mən çox pul xərclədim. Abu Dhabi. Abu Dhabi. O bir içində hiss elədik biz sizin o. Hə, Abu Dhabi'də daha, yəni şey baxımından çox xərclədik. Yəni aldığımız müqabilində çox xərclədik. Yəni yediyim yeməyə nisbətən. Yəni mən Avropada daha çox xərclədiyimiz olubdur. Amma Abu Dhabi'dəki qaldığımız müddət və o müddətdə elədiklərimizə nisbətən, yəni düşünün Adana kebaba 80 manat pul verirsən. Bir nəfərlik. 80 manata burada
Adana kebabını var gətirir. Adanadan gətirilir. Adanalı özü gətirir. Ən əyləncəli səyahət. Məncə bundan qabaqki Avropa səfəri 3 ailə getmişdik. Vilniusdan başladı hər şey və mənim üçün çox əyləncəli, belə qarışıq və hamımız bəzi yerlərdə ilk dəfə olurduq. 3 dostuyduq və ailəvi getmişdik. Ən yaxşısı elə Vilniusa bizi buraxmamaqları idi ki, siz bura niyə gəlmirsiniz? Necə ki? Buraxmır. Niyə gəlmə məqsədimiz? Elə bilirlər ki, ölkədən qaçırıq. Axır Şaban dostumuz getdi, bizim profilləri açır. Deyir, hesabınızı göstərin görüm nə qədər pul var. Belə bizlə belə bir şey müamiləsi, qaçqın müamiləsi, nə bilim, məcburi şeydə elə bir immiqrant müamiləsi eləyirlər. Bəs necə həll elədiniz? O da özdə belə zarafat elədi ki, dedi, çıxarış hardadır pul haqqında da, bankdan çıxarış. Dedi, evdə qap verir, istəyirsiniz göndərək gedin evdən gətirin gəlin. Qadın idi bir dənə. Axır Şaban işə qarışdı, deyir, abi Əlixan da bu talihdir, belə profil, bizim sizin ölkəyə ehtiyacımız yoxdur. Açdıq, belə application-da göstərdik. Xahiş minnətlə peçat vurdu. Dedi, ya günah bizdədir ki, sizin vasitənizlə Avropaya gedirik. Vallahi. O biraz şey, amma belə çox qara düşdü. Yəni orada da çox başımıza maraqlı şeylər gəldi. Əsas odur yadda qalan oldu hamısı. Bəli. Bəli, biz istərdik ki, biraz əslində yaradıcılıq danışaq. Ümumiyyətlə belə deyək də. Mən xatırlayıram, bizim dostlar da xatırlayır. Bir ara YouTube-un Prime dönəmləri idi. Sizin çox maraqlı işlər gördüyünüz dönəmlər idi. Siz idiniz, həmkarınız Əlixan Rəcəbov idi. Və doğrudan da hamının gözü o bir növ bildirişlərdə qalır da, görən nə vaxt gələcək. Bu dönəmlər gələcəkmi yenə, yoxsa nə oldu, məhdudiyyət nə, biz açığı bu anlar? Məncə YouTube şeyini nisbətən yer verib TikToka öz yerini. Statistika göstərir, yenə də insanlar daha çox YouTube-a baxır. Amma elə bil ki, məncə əksinədir. İnsanlar daha çox TikToka bir növ həm də mən məsəl üçün çox fasilə verdim. Bir film işlədik, ondan sonra kafe məsələsi oldu və s. Bir 2 il böyük bir fasilə verdim. Bu bir növ həmin o kontentlərin gəlmə ardıcıllığını saxladı. Sadəcə indi dövr olaraq sponsor tapmaq çox çətindir. Çünki artıq şirkətlər sırf YouTube kontentinə verməkdənsə həmin məbləği bölüb TikTok kontentlərinə paylamağı daha üstünlük verir. Amma yəni kifayət qədər ssenari var. Birinin üzərində işləyirik. Qismət olsa bu ilin sonuna qədər kəndirdə yerlənənlər var. Sonra Cəmil Əhmədovla bir kometa Insta serialımız var. Onu da sonra YouTube kontentə çevirəcəyik. Əslində işlər çoxdur. Sadəcə olaraq məbləğ, vaxt və güc lazımdır. Ümid edirik ki, tez bir zamanda biz yenidən o kontentləri görəcəyik. Çünki doğrudan da bu bir yeni nəfəs idi. Hətta serial da olacaq. Serial da. Bu YouTube üzərindən olacaq yoxsa? O danışılır. Danışılır. Ümid edirik. Yəni insanlar biz harda olsa izləmək istəyir əslində. Təbii ki, əsas odur ki, həll olsun. Talib, bir də maraqlıdır. Siz ümumi toxundunuz. Mən istəyərdim ki, bu məsələni biraz da geniş müzakirə eləyək ki, baxın, sizin ümumiyyətlə yanaşmanız reklam sahəsində də çox maraqlı və fərqli idi ki, bir dönəmlərdə biz bir növ o belə də kinematografik vizual görürdük də. Yəni indi də bu yanaşmalar olur. İndi bəs markalar buna meyil göstərmirmi? Yoxsa məsələn biz gəlin hələ də bunu qəbulanaq ki, məsələn siz və sizin kimi bir neçə insan var ki, doğrudan da reklama baxırsan, reklam olduğunu bilmirsən və sonu gəlir reklamı denir. Bu ən azından bir işdir də, bir zəhmətli vəziyyət. Amma biz hələ də bu bayağılıq, hələ də bu necə deyirlər, markaların boş istəklərini görürük. Var, yəni sifarişlər var. Bu yaxınlarda McDonald's üçün elədik. Bir dənə də bu yaxınlarda yenə çıxacaq. Mən sadəcə özüm bir ara ümumiyyətlə saxladım reklam sifarişlərini. Çünki artıq reklam çəkmək məni xoşbəxt eləmirdi. Ona görə bir müddət özüm saxladım. Başqa işlər gördük. Daha çox qısa filmlər çəkməyə meyləndik və product placement formasında reklam eləməyə başladıq. Amma indi təzədən o aclıq yaranıb, çünki bir ara çox elədim. Yəni hər dəfə və çox çətindir elə bir əhvalat fikirləşmək ki, başqa əhvalat olsun, axırda reklam çıxsın. Bunun da bir həddi var. Təbii ki də. Amma bu bir talih üzvə stilistikası adlandıra bilər də bizi hardasa. İldə bir neçə dənə eləyə bilərəm artıq. Yəni zaten bəzən o dövrlərdə belə elə bilirlər ki, mən gələn hər sifarişi qəbul eləyirəm. Hamısını ver, onu da çəkin. Əslində
Yəni gələn 10 sifarişdən ikisini üçünə hədiyyə bilirdik. İto yenə çox idi məncə. Reklam çox idi. Çünki öz kontentimi yaratmağa vaxtım və gücüm qalmırdı. Ona görə mən bir müddət saxladım, öz kontentlərimi elədim. Zəhər tuluqları oldu, Rasim və s. Karantin var, İto və s. Yaxşı işlər çıxdı mənim fikrimcə ortalığa. Təbii ki. İndi elə ssenarilərim var. Əvvəlki bazar əvvəlki kimidir, yox, əvvəlki kimi deyil, amma həmin sırf o tipli, yəni reklama artıq, yəni bu il ikinci sifariş var, yəni danışıqlar var, amma real olaraq Sizcə niyə məsələn maraqlıdır? Baxın, bu bazar niyə bu mövzulara getmir? bahadır. Bahadır. Nisbətən Reels'dən, TikTok videolarından bahadır. Bu sizin işinizə təsir göstərdimi mənfi baxımından? Məsələn, TikTok'un və Instagram'ın bu qədər belə deyil. Mənfi təsir göstərmədi, sadəcə olaraq maraq dairəsi başqa form. Yəni mən də TikTok üçün, Instagram üçün işlər eləmişəm və məsəl üçün yaşayış yeri təyin olunmamış, elə sırf o cəhdi idi baxmaq və tutdu. TikTokda da tutdu, Instagramda da tutdu. Yəni insanlar baxırlar. Yəni sadəcə olaraq qısa danışmaq mənim tərzimdən biraz. Mən o qədər qısa ola bilmirəm. Eynən. Biraz əziyyət verir, amma sırf kometa o baxımından məncə çox uğurlu bir iş olacaq inşallah. Mənim üçün çox xoşuma gəlir. Cəmilin ideyası ilə salamlayırıq biz də buradan. Cəmil. Orada da məsəl üçün bəzi texniki məsələ onları həll eləsək, yer üzünə kometa gəlir və 9 ay qalıb. Biz 3-4 gün yox, 9 ay seçmişik ki, bu uzun vədədə insanlar özləri necə aparacaq. Çox maraqlı bir mövzudur. Bu Instagramda olacaq serial kimi yoxsa YouTube? Instagram serialı olacaq. Yəni hər həftə bir seriyası çıxmaqla, bir hardasa minimum 20 seriya eləmək olar. Ondan sonra YouTube üçün artıq son günləri böyük və qismət olarsa bir dənə də film eləyə bilərik axırıncı gündən bağlı. Möhtəşəm olar sən. Nə zamana bəs düşünmüsünüz ki? Əslində başlamalıydıq. Yenə də həmin o sponsor məsələlərinə görə uzanır. Tez bir zamanda ümid edirik ki, başlayarsınız və doğrudan da bizə də maraqlı olar. Təbii zəhər tuluğu bəlkə də indi biz bəlkə də ilə bağlı da geniş danışacağıq. Bəs ümumiyyətlə kinoteatrda izləmək üçün bir film düşüncə belə sinema filmi deyək də. Açığı bu il filmim çıxıbdı. Biraz o baxımdan toxam. İndi bir dənə serial izləyəm var. Onu eləmək istəyərəm açığı. Amma ondan sonra çoxdan da hamının gözlədiyi, hamının istədiyi bir mənim videom var. Orta statistik Rasim. Eynən. Ola bilər onun ikincisini eləyim. Artıq onu kinoteatrda izləmək. Məncə də maraqlı olar, çünki birincisi də çox ideal. Mən ən xoşladığım işlərimdən biridir zaten. İkincisinə sadəcə olaraq ən maraqlı əhvalat tapa bilmirəm. Eynən. Tapdıqlarım var. Ümumiyyətlə, vaxtında çəkilsəydi, o vaxt pandemiya düşməsəydi, onun 2 seriyası var idi artıq. İkincisini yazmışdım. Hər şey hazır idi, pandemiya başladı və vaxt keçdi və həmin uşaq böyüdü, oğlumu oynayan, indi artıq böyük oğlandır. 5 il keçib artıq onun üstündə. 5 il keçib. Və heyif oldu o əhvalat. Əslində, ikinci seriyasının əhvalatı bir gün sonra idi. Bu hadisə baş verdi. Bəli. Qadın özünün 3 dənə xətt var idi. Uşağın xətti, məktəbə gedir, ona deyir, eşitdik atan oğrudur, bizim oğru aləminə. Qoşulur bir dənə belə xuliqanlara. Bu iş adı ilə yenə gedir, oturur parklarda özünə iş axtarır. Həyat yoldaşı qonşularına mübarizə aparır. Deyirlər, ərin dünən nəsə oğurlayıb. Və belə bir 3 nəfəri var da şeydir, ata, oğul və Corad qutabı. Oyda. Yaxşı seriya idi, heyif ki, vaxt keçdi və... İndi yenidən onu da çəkməyim biraz. Gələk onda uşağı dəyişək. Uşağı dəyişək. Həm də ki, mən birinci seriya ilə ikinci seriya arasında 5 il fərq var. Mən tamam başqa adama dönmüşəm. Tamam fərqli bir artıq sfer olub burada. Bəlkə də ilə bağlı biz sizi təbrik edirik bu arada. Yəni artıq dostlarımızın da, izləyicilərin də xəbəri var ki, məşhur Korkut Ata festivalında siz mükafat aldınız. İstərdik biraz bəlkədədən danışaq. Baxın, siz orada bir dəyər gördünüz. Bəs Azərbaycanlı tamaşaçısı bəlkədənin qədrini bildimi? Çünki mən düşünürəm ki, bu Azərbaycan kinosunda bir yenilik idi əslində. Yeni yanaşma idi, fərqli mövzudur. Bəs tamaşaçı üçün yadı mı oldu? Valla heç cür bəlkədənin bəlkədənlə nə baş verdiyini heç cür anlaya bilmədim. Ya film çox qarışıq alınıb və yaxud da alınmayıb. Mənim üçün film alınıb. Çünki mən o filmə premyeradan əvvəl tək oturub Nizami Kinoteatrında başdan ayağa bir dəfə də baxdım, yoxlamaq üçün. Və baxıb qutarandan sonra mən belə bir özümlə fəxr elədim ki, bu film alınıb məncə.
Adətən mən öz işlərimə o qədər şey yanaşmıram belə. Oyda mən nə qəşəng şey etəcəm. Belə heç vaxt olmayıbdı. Və bəlkə də mən oyda nə bomba şedevrdə demirəm. Sadəcə olaraq mən istədiyimi çəkmişəm. Tam da olmasa, axır filmin belə bir mən istədiyim formada bir axışı var. Mən bəyənmişdim. Premyeradan artıq belə qəribə bəziləri wow eləyir, bəziləri də ki, başa düşdüm ki, film aydın deyil. Bəzi şeylər bəlkə də çox qarışıqdır və sonradan məsəl üçün bəzi filmdən yaxşı başı çıxan dostlarımla da danışdım. Film qarışıq alınıb. Amma mən qəsdən istəmişəm ki, film qarışıq alınsın. Yəni əslində bu bir çünki baş personajımızın dünyasıdır. Onun qəbul elədiyi dünyadır və onun kimi belə istədim ki, hər şey xaotik olsun və ola bilər ki, yenə deyirəm. Məncə həm də bəlkə də filmi kinoteatrdan çox pauza verilib baxılası filmdir. Yəni mən tam tamaşaçının üstünə də yıxmaq istəmirəm. Amma yəni kifayət qədər az baxıldı. Belə bir maraq görmədi. İndi yəqin platformalarda olanda olacaqmı ümumiyyətlə? Olacaq, hə. Amma YouTube-da yox, başqa platformalarda ola bilər. Amma məsəl üçün Qazaxstanda ora festivala da mən sadəcə yəni heç fikrim yox idi göndərməyə. Sadəcə bir təklif gəldi ki, belə bir festival var. Film axtarırlar, istəyirsənsə göndər, dedim, okey, göndərdim. Və gözləmədiyim halda əsas müsabiqədə yarışdı. Elə bildiyim yan müsabiqələrin birində. Və gözləmədiyim halda, yəni ssenaridə qalib gəldi. Orada məsəl üçün mən ora gedib düşəndə, mən sadəcə dedim, dostlar gedim. Həm festival görüm nətər keçirilir. Həm də başım açılsın. Hələ 5 gün başım açılsın. Amma artıq ilk gündən gördüm ki, mən filankəs yaxınlaşır, yaxşı gördüm, belə bir qəribə maraq var. Müəyyən qrup jürilər arasından imiş özləri, bilmirdim mən. Təşkilatçı idi, biri jürinin başçısı idi, biri... Sizə tanımırsınız, hə? Heç birini. Sonra orada bir türk rejissor var idi, abi çok iyi ya, çok iyi yapmışsın falan. Onda demək ki, bu senari də dolğun və istənilən formada siz dediyiniz kimi də, yəni bu iş alınıb. Hə, çünki bu məqsəd çəkərkən zaten festivala göndərmək deyildi, ürəyim istəyən əhvalat idi. Niyəsə, onların məsəl üçün sırf peşəkar kino adamlarının bəyənməsi məni biraz ruhlandırdı. Çünki mən də fikirləşirdim ki, yəqin Talih, proje alınıb, yəqin sənin üçün alınıb, başqaları üçün alınmayıb, amma bu bir növ biraz motivasiya oldu. Qeyd eləyək ki, verilişimiz Avidesk Travel şirkətinin sponsorluğu ilə yayımlanır. Avidesk Travel şirkəti ölkədə uzun müddətli turizm sahəsində fəaliyyət göstərən öndə gedən şirkətlərdən biridir. Bu dəfə Avidesk Travel şirkəti sizə səyahət üçün tamam fərqli bir istiqamət təklif edir. Artıq siz Antalya, Bodrum, Montenegro kimi adları unuda bilərsiniz. Çünki bu dəfə Avidesk Travel şirkəti sizə Birləşmiş Ərəb Əmirlikliyinin gizli qalan cənnəti Ras Al Xayməyə səyahət etməyi təklif edir. Düşünün, Dubay səviyyəsində xidmət, amma Antalyadan daha sərfəli. Yalnız resort otellər, lüks və elit istirahət. Ən əsası isə vizasız səyahət. Daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələrlə elə indi tələsin və əlaqə saxlayın. Qeyd eləyək ki, hazırda Ras Al Xaymə bölgəsinə qaynar tur paketləri də mövcuddur. Məncə bu, bilirsiniz, mən dedim ya, doğrudan da Azərbaycan kinosu üçün biz bunu yenilik hesab eləyə bilərik də. Çünki gəlin qəbul eləyək ki, biz çox eyni mövzularda, bəlkə də bilmirəm, bu bizim tamaşaçılarının istəyinə görə də eyni mövzularda çox fərqli işlər görə bilmirik də. Məsələn, biz özümüz girib Netflixdə tutalım, Dark kimi bir çətin bir seriala baxırıq, beynimizi işlədiriksə, özümüzün ölkəmizdə də əgər bu cür fərqli janrların qarşılığından maraqlı və onun çəkiliş, rənglər, hər bir şey ümumiyyətlə filmdə mənə görə doğrudan da çox uğurlu bir şeydir. Məncə bunlar olsa ki, indi bizim yəqin ki problemdir, odur ki, sponsor tapmaq məsələsində. Amma bu işlər olsa, məncə öyrəşəcək tamaşaçı buna. Çünki artıq... Axır əvvəl addım atmaq lazımdır. Yəni bir addım atmaq lazım idi və mən düşünürəm ki, bu işin bəzən olur, məsələn deyirlər ki, SSR dövründə o vaxtı bizim aktyorların çəkdiyi filmlər illər sonra dəyər görüb, o dövrdə heç onu bəyənməyiblər. Məncə bu belə olacaq. Talih ola biləcək. Yəni ki, çıxdığı dönəmdə məsəl üçün Shawshank'dan qaçış filmi də kassada batıb. Eynən. Amma sonradan yəni ən kult filmlərdə bir çox film saytlarında birinci yerdədir, yəni reytinqində. Məncə platformalara çıxanda bir insanlar, bəlkə də ola bilər bəzi insanlar gedib baxa bilməyib. Məncə baxa bilməyib, bəzən yenə deyirəm, filmə gərək, ümumiyyətlə Shawshank'ın ən böyük problemi adı idi. Heç kəs bir-birinə məsləhət görənmirdi. Shawshank sözünü yadda saxlamaq çətin idi. Amma ola bilər, hə, vaxt keçdikcə
insanların xoşuna gəlsin, ola bilər heç gəlməsin. Yəni o artıq zaman göstərir. Amma Əlixan bir dənə söz demişdi. Hələ film çıxmamışdan qabaq prokata baxdıq bir yerdə. Qayıtışı məncə sən biraz zamanı qabaqlamısan. Biraz tezdir bu kino üçün məncə, elə dedi. Ola da bilər əslində. Deyir, yəni bu janra birdən-birə bura keçmək biraz tez idi elə bil. Dedim, mərhələli şəkildə. Yəni bilmirəm, tək haqlı çıxsın. Zamanın sınağından keçə bilsin. Elə filmdə də bir zaman varsa, mən düşünürəm ki, doğrudan da bu müəyyən bir müddət keçəndən sonra o film çox dəyər görəcək. Çünki doğrudan da bilirsiniz, insan bir var tənqidi yanaşma, amma mən şəxsən bu şəxsi fikrimdir ki, mən də bir film izləyəm və doğrudan da çox belə film həvəskarı bir insan kimi vurğulaya bilərəm ki, bu əslində uğurlu bir iş idi və doğrudan da Azərbaycan necə deyirlər, bu kino industriyası üçün çox ideal bir iş idi ki, gələcəkdə də, yəni bu siz demişdiniz, buna kimsə bir addım atmalı idi. Bəlkə də artıq insanlar da biraz bu mövzulara köklənəndən sonra, çünki eyni şeylər yorur. Artıq biz 21-ci əsrdəyik. Netflix-i niyə baxırıq biz məsələn də doğrudan? Çünki orada tamam fərqli mövzularda görür. Bir də maraqlıdır. Netflix kimi platformalara bugünkü gündə bir iş görmək çoxmu çətin bir prosesdir? Sırf Netflix-i deyirsinizsə, Netflix özü Azərbaycan bazarına maraqlı olmalıdır. Yəni Netflix hər hansısa bir ölkədə yatırım edirsə, oradan bir geri dönüş gözləyir. Məsələn, Türkiyə bazarı, Koreya bazarı, Hindistan bazarı məsələn. Çünki böyük auditoriya var. Ora yatırım eləyir, oradan tamaşaçı qazanır. Azərbaycan bazarı ümumiyyətlə ölkə olaraq 10 milyonluq, istifadəçi olaraq bilmirəm nə qədər insan, o statistika məndə yoxdur. Neçə faiz insan pullu, ödənişli sırf bu cür platformalardan istifadə eləyir. Hələ məncə bir ara deyirdilər ki, birləşib ümumi, yəni Qazaxstan, Gürcüstan, Ermənistan, Azərbaycan ümumi bir şöbə yaradıb kontent istehsal etmək istəyirlər. Hələ qalıbdır. Netflix də məncə artıq krizis dövrünü yaşayır. Çünki ilk dövrlərdə Netflix eləyən onun orijinal proyektləri idi. Maraqlı yanaşmaları idi. Mindhunter, Fincher bir tərəfdən girdi, Queen's Gambit bir tərəfdən girdi, House of Cards, Stranger Things və hamısı da müəllif yanaşmaları idi. Irishman, Scars. Amma indi Netflix bir konveyerə dönübdür. Eyni rəng, hətta orada kameralarında siyasi var ki, bu kameralarda çəkilməlidir. Bu rəng artıq o da özünü təkrar edir bir növ. Niyə? Netflixin zaten üstünlüyü həmişə başqalarından bir addım qabaqda fərqli olmağı idi. İndi niyəsə keçibdi belə bir konveyer rejiminə. Ola bilər kontent azlığı yaşayır, çünki istifadəçi çoxdur, kontent çatdıra bilmir. Amma elə bir platformalar əlbəttə ki, sırf niyə uğur qazandı? Heç kəsin pul vermədiyi proyektlərə, müəlliflərin öz sevdiyi proyektlərə pul yatırdı və yaxşı işlər alındı. Kifayət qədər Netflixin ilk illərində, yəni bu illərə qədər çox yaxşı işləri olubdu. Amma indi son dövrlərdə Netflixdən çox axırıncısı o Yeniyetməlik dövrü adlı bir 4 seriyalı Britaniya seriyalı idi. Bir uşaq cinayət törədir. 4 seriya onu araşdırır ki, törədir ya törətmir. Mesela o da müəllif yanaşması idi. Yəni çox az büdcəli bir proyekt idi. Nə qədər milyonlarla pul xərclədikləri tutmadı, amma o bütün dünyada. Çünki müəllif yanaşması var. Məncə platformalar müəlliflərə inansa daha yaxşı işlər çıxar. Təbii ki də, yəni bu həm də bir özgün türklərin bir söz var ya, özgün içerik məsələsi var da. Yəni bir öz yanaşma var burada. Bəli. Amma belə konveyer hamı eləyə bilir də. Talih, sizin olubmu ki, işləriniz arasında ümumiyyətlə bu təbii ki, bəlkə də uğurlu işdir, amma sizə görə uğurlu olmayan iş ya da ki, çox xərc çəkmisiniz və bu doğrudan da baxmısınız demişsiniz, gərək bunda nəyisə dəyişdirəlim. Məsələn, ola bilər hansısa bir səhnəni dəyişdirmək istədiniz. Siz uğurlu kommersiya deyirsiniz, yoxsa yaradıcı tərəfdən? Yaradıcı tərəfdən uğurlu, amma yəni yaradıcı tərəf məsələndə olubmu ki, izləmisiniz filmi çox maraqlıdır ki, gərək bunu burada dəyişərdim. Bu məncə filmə rəng qatmayıb kimi, belə bir işiniz olubmu? Kifayət qədər. Yəni mən köhnə işlərimi bəhbəhlə baxan adam deyiləm. Məsəl üçün Zəhər Tuluğunun bəyənilən o ilk 4 seriyası var da, indi vaxtı ikən trenddə birinci yerdən və s. başlayırdı. Məsəl üçün onun belə 70%-ni kəsib turlayaram. Yəni çox mənə indi cringe gəlir, çox belə şey gəlir ki, biraz uşaqlıq kimi gəlir o elə bəzi şeylər orada. Məncə daha yaxşı eləmək olardı. Yəni personaj zaten maraqlı idisə, onu daha maraqlı. Biz amma belə bir skeç formasında ayrı-ayrı səhnələr, bir-birinə aidiyyəti olmayan səhnələri birləşdirib belə seriyalar. O da bir tərz idi, yoxlayırdıq. Məsəl üçün Zəhər Tuluğunun 4 seriyasının bir çox böyük hissəsini kəsib turlayardım və yaxud da dəyişərdim. Talih,
yaradıcı insanın özünü təkrarlamamağı bu biraz çətin olur da. Məsələn, bir yerdən sonra artıq o kreativlik də, o yaradıcılıq da istənilən formada özünü təkrar edir. Bununla necə mübarizə aparırsınız? Məncə mən kifayət qədər çox şey danışmamışam təkrara başlayıb. Aha. Çünki belə ümumi baxanda reklamları çıxsaq, ortada çox az bir şey qalır. Hələ kifayət qədər məncə potensial var. Amma təkrar çox güman ki, bir gün gələcək. Çünki o qaçılmazdır. Yəni ən böyük ustalar belə öz təkrarına gediblər. Özlərini təkrara gediblər nə vaxtsa. Sadəcə olaraq yaradıcılıq məcburiyyət olmamalıdır. Sən də oradan da bu sözü demək istəyirsənsə, bu əhvaldasansa, bu şeyi danışmaq istəyirsənsə danışmalısan. Məncə amma mən hələ yolumun tam əvvəlindəyim hələ ki. Elə fikirləşirəm. Çünki kifayət qədər çox yazılıb çəkilməmiş ssenari ideya var. Arxa planda görsənmir. Hamı elə bilir, mən prosta bütün gün divanda uzanıram və qazandığım pulları belə xərcləyirəm. Elə deyil əslində. Yəni, mən həftənin 6 gününü nə iləsə məşğulam. Ssenarilər yazırsınız. Ssenari, ən azı bir dənə məsəl üçün Mərmi adlı bir müharibə filmi yazırıq. Artıq 6-cı aydır. 6-cı. Məncə pis alınmayıbdır. İndi orada da bir krizis yaşayırıq, əsəbləşsin. Çünki bir əhvalatın içinə gedirsən və müharibə janrı və 8 dənə, 9 dənə personaj əsas və bunun yan personajları, bunların xətti, bunların arkası və s. çox çətindir əslində. Yəni 9 personaja nəsə əhvalat fikirləşmək ki, bu yaddan çıxdı, bunun xətti qaldı, axsadı. Yəni o yazılıbdır, heç bilmədim necə aldı, qısa film var, dirilər haqqında böyük film var, orta statistik rasim var, kəndirdən yerlənənlər var, ürək var. Yəni kifayət qədər çoxlu yarımçıq yazılmış, ideyası olmuş, yazılıb bitmiş əhvalat var. Dediyim kimi güc, vaxt və pul. Əziz dostlar, yəni iş gedir, iş dayanmıyıb. Dayanmıyıb. Sadəcə bunlar lazım. Dayanıb ancaq 2022-ci ildə o kafe dövründə, o kafe krizisi dövründə orada heç nə fikirləşənmədim bir il. Niyə bəs o sahəyə atıldınız da elə maraqlı? O mənim elə bil ki, ağrımayan başıma dəsmalı bağlamağım idi. Yəni haqqda danışmışam kifayət qədər. Bir sınaq idi. Məncə yenə eləyəcəm onu. İkinci dəfədə. Amma indi bu yaxın gələcəkdə yox. Çünki istədiyimi eləyə bilməmişdim. Yəni təcrübədir. İndi təcrübə deyək. Yəni başqa nə ad qoyaq? Başqa nə ad qoyaq? Təcrübə oldu bu da həyatımızda. Tabii sizin bir keçmiş televiziya tarixiniz də var. Maraqlıdır. Bu gün yaxşı bir iş olsa televiziyaya qayıdarsınızmı? Və yaxud televiziya bir serialı, filmi məsələn? Seriala və s. qayıdaram, amma aparıcı kimi yox. Mən məsəl üçün ilk dəfə ilə kameranı mac verilişində görmüşəm. Züleyxa xanıma da buradan salam göndərirəm. Yəni ilk dəfə o şansı yaradıbdı. Mən o vaxt Super Qaqaş deyilən bir personaj yaratmışdım, çəkmişdim. Aparıcı kimi başa düşdüm ki, mənim sahəm deyil. Mən dayanıb belə qonaqla söhbət elə, kameralara bax, bu kameradan keç onu. Onları heç cür vərdiş eləyəmədim və başa düşdüm ki, mənim sahəm deyil. Və ondan sonra da bir neçə dəfə təklif olunubdur, yəni veriliş aparıcılığı kimi. Həmişə imtina eləmişəm. Yaxşı pullar da təklif olunur. Təbii ki. Çünki öz ürəyim istəməyən işlə məşğul olmaq istəmirəm. Bəs kino işi olsa, məsələn, serial işi olsa maraq göstərir. Əlbəttə, yəni o işimizdir. Yəni kifayət, yəni deyirəm, serial izləyənlərimiz də var. 2-3 serial izləyən var yaxşı. Onlar olsa məncə yaxşı işlər görə bilərəm. Ümid edirik, doğrudan da izləyirik daimi olaraq. Son olaraq, yəni bu daha doğrusu yaradıcılıqla bağlı son sual verib, şablon da olsa belə bir sual vermək istəyirəm. Bugünkü gün də doğrudan Azərbaycan kinosunun dərdi puldumu, büdcədirmi, yoxsa yanaşmadırmı? Bunu necə analiz edirsiniz kənardan bir müşahidə? Hər şey birdəndir, hər şey. Yəni ancaq pul deyil. Böyük hissəsi puldur. Ümumiyyətlə Azərbaycan kinosu mən bir dəfə demişəm, Allaha bənd yaşayır. Yəni sadəcə olaraq hündür yerdən nəyisə dığırladarsan, bir müddət sonra artıq ətalət qanununa uyğun da sürücünə nəsə qanuna uyğun olaraq sürət yığıb gedir də, yəni harasa gedir. Çünki bir sistem yoxdur, bir belə yol yoxdur, bir mayak yoxdur bu sahədə ki, hamı baxsın o istiqamətə. Bir sadəcə olaraq pul gəldi, çəkdik, dağılışdıq, pul gəldi. Belə bir camiə formalaşdı. Camiə var, amma belə bir nəyinsə ətrafında birləşməyib. Hansısa bir fikrin, ideyanın, bir dalğanın ətrafında birləşməyib. Çünki dünya kinosu müəyyən dalğalardan keçib.
neorealizm tutmuş, nə bilim Fransa yeni dalğasından tutmuş, Dogma 95-də hətta bir dalğa idi balaca da olsa. Yəni belə bir mərhələ keçə bilmirik biz elə bil ki. Biz elə çevir tata vır tata belə bir öz yerimizdə addımlayırıq. O bir şeydir, sistemsizlik. Kino sahəsinə cavabdeh insanların məncə bu sahəni sevməməyimi deyim, bilməməyimi deyim. Biraz belə kobud səslənir. Amma qıraqdan gördüyüm mənzərə odur. Reallıqları əks etdirir. Yəni kinoda olan insanların kinoya yanaşmağını deyim. Yəni kimsə ssenari yazır, amma ssenari qaydalarını öyrənmək istəmir. Yəni belə intuitiv, belə ki, mən belə görürəm. Çox az rejissor gördüm ki, bir proyekt uğrunda özünü belə dizlərini yaratsın ki, mən bunu eləməsəm ölərəm. Hamı necəsə belə bir dolanışıq şeyimi, belə bilmirəm. İçi mən qarşıya özümü ayırmıram. Mən də məsəl üçün kinolara çəkilirik. Baxıram ki, çox belə başdan soğuda yanaşırıq bir çox şeylərə. Yəni bir sənət hadisəsinə çevrilə bilmirik. Çox az adam var ki, var yəni heç yox deyil, var amma azdır. O baxımdan həm bu tərəf, yəni pul verən tərəf günahkardır, həm pul alan tərəf belə məsuliyyətsizdir. Belə bir yenə deyirəm, sistem yoxdur deyə. Elə bil ki, meydana top atılıb, heç kəsə də qayda başa salınmayıbdır. Hərə bir tərəfə topu vurur. Bilinmir ki, offside nədir, bilinmir bu qapı sizindir, yoxsa bizimdir, formalar dəyişik düşüb, bilinmir biz səndən komanda yoldaşıyıq, yoxsa onunla. Belə bir top var meydanda, hərə bir tərəfə vurur. Məndə əsas problem bir sistemdədir. Bir sistem qurulsa ən azından. Sistem, təhsil, yəni mən bunu həmişə demişəm. Təhsil belə yarımçıq gəlir. Mən özüm Sənət Universitetini bitirmişəm. Çox köhnəlmiş bir təhsil sistemi, çıxan adamların belə bir yanğısı yox, belə bir xüsusi bir baxışı yox. Belə yenə deyirəm, formalaşmır belə bir tam. Heyf ki, əslində kino bizdə əsrin əvvəlində ilk bədii filmimizi çəkmişik 1916-da. İlk bizdə çəkilən film 1898-dir. Film yaranandan, kino yaranandan 3 il sonra. Əslində bu ənənə ilə biz artıq bir müəyyən bir yol keçməliyik. Amma sadəcə biz Sovet dövründə gəldi, 90-larda qırıldı və ondan sonra bir ənənə formalaşmadı. Sağ qalan rejissorlar belə bir mayak odu əzəlinə alıb qabaqda getmək istəmədi. Biri nə bilim, bəziləri ev sevdasına, vəzifə sevdasına, belə də yəni heç kəs kinonun dərinə qalmadı. Artıq o kinonun necə deyirlər, yaradıcı tərəfi, bu incəsənət qaldı bir kənarda. Yəni. Onu aparmaq... Elə bir ki, pul gəlirdi, dövlət paylayırdı, hamı da bir dolanırdı, çəkilirdi filmlər, qoyulurdu, heç kəs də baxmadı. Düzələcəkmi sizcə bu problem? Məncə düzəlməyə məhkumdur. Ümid eləyək. Yəni, film elə bir sahədir ki, yəni dünyanın hər bir ölkəsində demək olar kino çəkilir. Bu incəsənətin bir növüdür. Bu əhvalat danışmağın ən sonuncu mərhələsidir. Və bizim kifayət qədər istedadlı adamlarımız var. Bəzən hələ ki özünü tapmamış, hələ ki tam istədiyi filmi çəkməmiş, amma məncə bizim xalqın istedadlı adamları var. Sırf kino sahəsində nəzərdə tuturam. Sadəcə bir sistem, bir yön, bir nə bilim, sözü tapa bilmirəm düzgün deyim. Elə bir ki, bir renesans olmalıdır. O gözlənilmə. O olmalıdır ki, bir yol formalaşsın, hamı nəyinsə arxasınca geçsin. İndi hərə bir tərəfə dediyim kimi topu vurur. İnanırıq və ümid edirik ki, doğrudan da tez bir zamanda bu problem aradan qalxar ki, bu istiqamətdə çalışan, aktiv şəkildə insanlardan da birisiniz. Biz də sizdən gözləyəcəyik bu cür yaradıcı işləri. Biz istərdik ki, qaydaq yavaş-yavaş mövzumuza. Deməli, bir növbəti rubrikamız var. Biz sizi burada biraz çətin sınağa çəkə bilərik əslində. Təyyarədə kimlə adında bir rubrikamız var. Təyyarədə kimlə səyahət eləmək istəyirsiniz? Burada sizin dostlarınız da var, bəlkə tanımadığınız şəxslər də var. Mən adları çəkəcəm, siz də seçim edəcəksiniz. Yəni, uzun bir səyahətə çıxırsınız, məsələn, Çinə gedirsiniz. Yanınızda kimin olmağını istəyirsiniz? Hazırlıqsa başlayaq. Əziz dostlar, Taleh Yüzbəyovla təyyarədə kimlə? Cəmil Əhmədov yoxsa Vüsal Əhmədzadə? Vüsalla səyahət eləmişəm. Cəmillə eləmək istəyirəm. Həm çünki yol boyu danışacaq bir proyektimiz var, onu həll eləyərəm. Cəmil Əhmədov yoxsa Röya Ayxan? Röya Ayxanı valla, yəni belə tanıyıram. Mən heç çox belə bir tanışdığımız yoxdur. Mən bilmirəm Röya xanımla nədən danışacağam. Amma mən o lap cavan vaxtlarında bir klipidən çəkilmişəm. Yəqin o xatırlamaz, amma elə bir... Heç kəs mənə bağışlamır. Cəmillə davam edəyək.
Cəmil Əhmədov yoxsa Azad Şabanov? Azad Şabanov. Azad Şabanov çox istədiyim adamdır. Məncə Azadla gedək. Çünki Azadla da çoxdan da söhbət eləmirik. Maraqlı Oturub bir şey. Azadla bir dərdləşmək istəyərəm. Azad Şabanov yoxsa Elcan Rəsulov? Elcanla institut vaxtından tanışıq. Məncə Elcan maraqlı yol yoldaşıdır. Elcan çünki çox bilmirəm efirdən və filmlərdən nə qədər, amma həyatda çox gülməli adamdır. Yəni hər situasiyada çox maraqlı bir zarafatları var. Elcanla davam edək. Elcan Rəsulov yoxsa Dua Lipa? Dua Lipa çox uşaqlıqdan tanıdığım. Elcan mənə bağışlasın, amma Dua Lipa'nı tanımaq istəyərəm. Mütləqələr bir həmsöhbət olmaq Həm söhbət görüm yaradıcılığında nə var və s. Dua Lipa yoxsa Aygün Kazımova? Siz mənə boşaltmaq istəyirsiniz. Aygün Kazımova. Aygün Kazımova çox böyük sənətkarımızdır. Aygün Kazımova yoxsa Əlixan Rəcəbov? Aygün Kazımova. Əlixanla kifayət qədər səyahətlərim olub. Əlixan təyyarədə maraqsız adamdır. Doğrudur. Yatır. Onda Aygün Kazımova davam edir. Aygün Kazımova yoxsa Leonardo DiCaprio? DiCaprio tanımaqdır. Yəni DiCaprio bizim İş. Titanic'dən yəni baxdığımız adamdır, amma çox böyük aktyordur. DiCaprio ilə tanışlıq varsa, Aygün xanım, yəni tanıdım Aygün. Tanıdınız, artıq keçmək olar. Söhbət elədiniz. Hə, dururam keçirəm, DiCaprio yoxsa Jack Chan? Jack Chan mən çox istəyirəm. Hətta mənim bir ssenaryum var, orada belə bir cümlə var ki, kaş Jack Chan ölməsin. Onda Jack Chan'la davam edək. Yox, amma DiCaprio. Jack Chan'la döyüş sənətində dalaşacağız. Fən də öyrənirsiz orada. Yox, bundan sonra fən mənə lazım olmayacaq. DiCaprio. DiCaprio yoxsa Elon Musk? Oydu. Elon Musk əslində 21-ci əsrin ən maraqlı insanlarından biridir. Məncə onunla söhbət eləmək istəyərəm. Görüm başında nə var. Nə maraqlı. Hə, Marsdan axırında. Bəlkə onu da bir film sayəsində çəkə bilər söhbət eləyib. İnanmıram, amma doğrudan olar. Bir danışsan ki, Marsda o qədər pul xərcləyincə elə dünya xərcdə maraqlı kinolar ora gedəndə. Darıxmayaq da Marsda oturub nəyə baxacaq? Nəyə baxacaq, nə izləyəcək? Elon Musk yoxsa Will Smith? Will Smith mənə belə bir pərəstiş elədiyim aktyor olmayıb heç vaxt. Elon Musk. Elon Musk. Və sonuncu. Biz sizi burada xilas edirik. Elon Musk yoxsa Xatirə Özbəyeva? Əlbəttə Əlbəttə Elon Musk. Yəni mənim bütün səyahətlərimi bir növ səbəbkarı. Hətta onsuz gedəndə belə qalırdım belə ki, ayda kaş burada olaydı, buranı görərdi və s. kimi dediyim adamdır. Əlbəttə həyat yoldaşımla. Nə edirəm Elon Musk? Nəyə lazımdır Elon Musk? Yəni bütün bu seçimlər bəli, burada zaten qırılmalıydı. Doğru seçim oldu ki, ən azından verilişdən sonra siz evə gedəcəksiniz istənilən formada. Talib bəy, bizim yenə bir rubrikamız var. Yox, var. Sonda da o rubrikamız. Dovşan çıxardacaq papa. Deməli, səyahətlərdən danışdıq, çətinliklərdən danışdıq. Bəs maraqlıdır, başqa başınıza gələn hər hansısa bir çətinlik olubmu səyahət zamanı? Ya da getmişsiniz, görmüsünüz ki, heç bir burada məsələn biz bununla rastlaşa bilməyəcəydik. Ola bilər qeyri-adi bir hadisə başımıza gəlir, çarəsiz duruma düşdüyünüz bir. Məsələn, ötən verilişlərin birində qonağımızın pul qabı itmişdi. Onlar qalmışlar Taylandda. Sizin başınıza gəlmi belə bir hadisə? Səyahətdə qeyri-adi. Allah, yadıma düşmür. Öyle bir şey ki, bəlkə də veriliş qutarandan sonra yadıma düşəcək. Bir dəqiqə. İndi yadıma düşən ilk səyahətlərindən birində belə bir təhlükəli vəziyyətə düşməkdir. İlk dəfə də, yəni artıq yetkin kimi xaricə çıxırıq. İstanbulda qalacağıq. Sadəcə olaraq təcrübəsizlikdən otel zad da tutmamışıq. İstanbula gəlib orada taparıq. Elə bir taksi tutursa. Nəysə bizim də bir dostumuz vardı, Mert Türk. Demişdi, yəni abi, yəni İstiklal Caddəsi falan gəzin. Oradan bir küçə o tərəfə Tarlabaşı var. Ora girməyin. Biz otel axtara gəlib girmişik elə Tarlabaşda və özdə əlimizdə çamadanlar, xatirə. Bir də gəldik elə bir yerə girdik ki, belə bir tamam başqa dünyada. Yəni bir küçə o tərəf İstanbuldur, bir küçə bu tərəf başqa bir şəhər, ölkədir. Aləm dəyib bir-birinə, bir nəfər pəncərəyə çıxıb özünü atmaq istəyir, polislər gəlib,
bilmirəm, deyəsən belə başa düşdüm ki, narko satıcıdır, tutmaq istəyirlər, tutulmamaq üçün özünü atmaqla hədələyir. O belə bir növ belə bığlı, belə çukurda gördüyümüz personajlar hamısı dayanıb və ikimiz belə girdik o məhəlləyə. Belə baxdım ki, birdən hamısı belə döndü, belə baxdı. Stepatın çaldı, 2 dənə sumka dadlar üçün nədir polis o təzə məhsul gəldi. Gəldilər aparaq. Bir saniyənin içində ağlıma ancaq bu gəldi. Əssalamu aleykum. Özümə onlardan biri kimi. Əssalamu onlar belə. Aleykum əssalam. Belə sakitcə dedi ki, çıx ara. Nə qədər ki biz özlərindən bilir, çıxıb və çıxdıq. Sonra fikirləşdim ki, bu nə təhlükə. Hə, bir dəfə də şeydə Parisdə elə bir məhəlləyə girmişdik ki, bildiyimiz qara dərililər, qaşış. Dedim, no qaşış. Qaçdıq. Yəni belə bir təhlükəli düşdüyümüz, istər-istəməz Azərbaycanda rahatsan, hamı bir-birini tanıyır. Amma orada o cür getto məhəllələrə girmək, niyə Yəni belə bir şeydir. Yəni amma pul zad itirmə şükür Allaha olmuyor. tək olmasın da. Biz süni intellektə görə sizin top 5 gördüyünüz işləri, bu filmlər, YouTube layihələri, yəni süni intellektdə, ChatGPT-yə görə özü sıralayıb top 5-i. Və siz onları bizim üçün tapmalısınız ki, top 5-də sizin hansı işlərinizdir. Aha. Gəlin başlayaq. Sizcə burada gəlin 5-dən başlayaq. ChatGPT-sə yəqin statistika nəzərə alar. Statistikanı nəzərə alsa yəqin 5-də. Gəlin siz deyin, mən onu deyim, rəqəmi varmı yoxsa? Burada vurğulayaq ki, zəhər tuluğunun da bir neçə, yəni burada da rəqəmləri də var, onları da deyə bilərsiniz yəni. Kanança Varitoy. Var, 4-cü yerdədir. Hətta vurğulayıb ki, pandemiya dövründə çəkilən layihə olaraq həm aktual, həm də maraqlı sosial reaksiya alıb. 4-cü yerə qoyub. Orta statistik Rasim. Var, 2-ci yerə qoyub. Onda zəhər tuluğu 1. Onu 1-ci yerə qoyub. Çünki ən çox baxış ondadır. Siz birində deyin, birində biz dostlarımıza saxlayacağıq. Zəhər tuluğu 3. Zəhər tuluğu 3, 5-ci yerə qoyub. Zəhər tuluğu seriyasının ən populyar hissəsi olub, Pekiyə və aktyorluqla yaxşıdır. 5-ə qoyub. 3-cü isə qaldı. Deməli, 1-ci zəhər tuluğu 1 oldu. 2-ci Artat statistik Rasim oldu. 4-cü karantin Varitoy oldu. 5-ci zəhər tuluğu 3 oldu. 3-cü isə biz dostlara saxlayaq. Mənə göstərərsən. Amma sizə göstərərik təbii ki. Görək dostlarımız hansını qərar verəcəklər. Talih, çox sağ olun gəldiyiniz üçün. Doğrudan da uzun elə gözləməyin bir yekun oldu ki, çox maraqlı. Bəlkə də ən uzun çəkdiyimiz veriliş oldu, amma heç sıxılmadan həm söhbət olduq. Əminəm ki, dostlarımız da bunu sıxılmadan izləyəcəklər. Doğrudan da biz sizdən necə deyirlər, bir tamaşaçı olaraq inşallah yaxşı işlər gözləyirik, gözəl filmlər gözləyirik ki, bu müəyyən bariyerlər, müəyyən bu sıxıntılar aradan qalxar, siz dediyiniz kimi yeni işlər olar. Biz də izləyək, bir daha minnətdarıq, təşəkkür edirik. Gərgin iş qrafikinə vaxtlarınız. Son olaraq demək istəyirsiniz. Çox sağ olun, verilişinizə uğurlar arzulayıram, mütəmadi olmağı arzulayıram. Çünki bir çox mən qatıldığım verilişlər və podkastlar bir müddət sonra pəs eləyir. Nə deyirlər ona? Dayanıblar, hə. İstəyərəm ki, uzun ömürlü olasınız. Bunu çox yerdə deyirəm. İstəyərəm ki, tutduğunuz yolu axıra qədər gedə biləsiniz və uğur məncə onda gəlir. Təşəkkür edirik bir daha. Bəli dostlar, havada qalan söhbətlər buraxılışında bu dəfə qonağımız Talih Yüzbəyev oldu. Gələn buraxılışlarda qonaqlarımız kimlər olsun, bunu şərh bölməsində yazmağı unutmayın. Bir daha qeyd edək ki, verilişimizin baş sponsoru Avedis Travel şirkəti. Xudahafiz.